Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları tam şəkildə ödənilib. Nazirlikdən ölkə ağza verilən məlumata görə, pensiya ödənişlərinin vaxtında və tam şəkildə həyata keçirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə müvafiq texniki və maliyyə mexanizmləri əvvəlcədən hazırlanıb, vətəndaşların pensiya və sosial ödənişlərinin vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Muxtar Respublika ərazisində yaşayan bütün pensiyaçıların noyabr ayı üzrə pensiya ödənişləri həyata keçirilib. Ödənişlər bank kartları və poçt vasitəsilə icra olunur ki, bu da vətəndaşların rahatlığını təmin edir. Nazirlik bildirir ki, Respublikamızın digər bölgələrində yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiya ödənişləri də müəyyən olunmuş qrafik üzrə mərhələli şəkildə həyata keçiriləcək. Hər bir bölgədə ödənişlər yerli filiallar vasitəsilə icra olunacaq və prosesin tam şəffaf şəkildə aparılmasına nəzarət olunur. Bununla yanaşı, pensiya ödənişlərinin vaxtında aparılması üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün maliyyə və texniki imkanlar səfərbər edilib. Nazirlik bildirir ki, vətəndaşların sosial rifahının qorunması və onların gəlir sabitliyinin təmin olunması dövlətin sosial siyasətində prioritet istiqamət olaraq qalır. Qeyd edilib ki, TSNF-nin elektron sistemləri vasitəsilə pensiya məlumatlarının izlənməsi və onlayn xidmətlər də vətəndaşların istifadəsinə təqdim olunub. Bu sistemlər vasitəsilə pensiyaçıların şəxsi məlumatları, ödəniş tarixləri və digər sosial təminatlarla bağlı məlumatlar real vaxtda əldə edilə bilir. Nazirlik əlavə edib ki, qarşıdakı dövrlərdə də pensiya və sosial ödənişlərin vaxtında qrafikə uyğun şəkildə həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq. Həmçinin gələcəkdə pensiya sisteminin daha da təkmilləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində işlər davam etdiriləcək. Nazirlikdən verilən açıqlamaya əsasən gələn ildən etibarən pensiyaların məbləği orta hesabla 10-12% artırılacaq. Artım iqtisadi göstəricilərdəki müsbət dinamika və əmək haqlarının yüksəlməsi fonunda həyata keçiriləcək. Yeni artım həm yaşa görə, həm də güzəştli əsaslarla pensiya alan vətəndaşlara şamil olunacaq. Məqsəd pensiyaçıların sosial rifah səviyyəsinin yüksəldilməsi və gəlir bərabərliyinin təmin edilməsidir.